İdarəetməni itirən sürücü körpüdə qəza törətdi. Nəticədə bir neçə maşın qəzanın iştirakçısına çevrildi. Baş verən zəncirvari qəza barədə Ruslan Eldaroğlu danışacaq. Bakının Sabunçu rayonu ərazisində 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Sabunçu dairəsindəki körpüdə qeydə alınan zəncirvari qəzada Mercedes, Vaz 2107 və sərnişin avtobusları toqquşub. Şəhər şosesi ilə Üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan Mercedes markalı minik maşını sürücünün nəzarətindən çıxıb. Nəticədə Mercedes Vaz 2107-nin arxasına çırpılıb. Jiguli isə öz növbəsində hərəkətdə olan sərnişin avtobusuna dəyib. Qəzada xəsarət faktı qeydə alınmayıb. Lakin Mercedes və Jiguliyə ciddi ziyan dəyib. Avtobusa isə ziyan az dəydiyindən o hərəkətini davam etdirib. Hadisə yerinə Sabunçu rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırmalardan sonra qəzaya yüksək sürətin səbəb olduğu qənaətinə gəlinib.